Salam əziz müəllimlər. Bugün sizinlə William Glaser'in seçim nəzəriyyəsi mövzusunu keçəcəyik. Deməli, sinifdə əgər biz intizam, idarə etmə sistemini yaratmaq istəyiriksə, bunun üçün iki dənə əsas məqsəd var. Birincisi, öyrənmənin inkişaf etdirildiyi, dəyərləndirildiyi və yaxud belə deyim, səmərəli öyrənmə mühiti yaratmalıyıq. İkincisi, şagirdlərdə özünü tənzimləmə və özünə nəzarət bacarıqlarını inkişaf etdirməliyik. Bu iki məqsədə nail olmaq üçün, bu iki məqsədi də həyata keçirmək üçün, necə həyata keçirmək üçün, yəni bu iki məqsədi necə həyata keçirək? Bunun üçün bizə Amerika psixoloqu olan William Glaser seçim nəzəriyyəsini hazırlamışdır. William Glaser deyir ki, şagird davranışını necə seçir? Şagird davranışını hisslər və ehtiyacına görə müəyyənləşdirib o davranışı edir. Yəni, şagirdlərin davranışları var ha. Bu davranışlar onların hisslər və ehtiyaclarına görə müəyyənləşdirilir özləri tərəfindən. Yəni, davranışı şagird özü üçün müəyyənləşdirir, özü üçün seçir. Yəni, təsəvvür edin ki, biz şagirdin hansı ehtiyacını ödəmiriksə, necə ki, hər bir kəsin bu həyatda müxtəlif ehtiyacları var. Hansı ki, baxın, seçim nəzəriyyəsində də yazmışam. Sağ qalma ehtiyacı, sevgi, mənsubiyyət ehtiyacı, birazdan o haqda geniş danışacağım. Yəni, demək istəyir ki, bu ehtiyacların hansısa şagirdə ödəmiriksə, o artıq biz ödəmədiyimizə görə, yəni onun o ehtiyacını ödəmədiyimizə görə davranışını ona görə müəyyənləşdirir. Artıq öz üsullarını, öz yollarına keçir, belə deyim. Yəni, şagird davranışı necə seçir? Hisslər və ehtiyaclarına görə davranışını müəyyənləşdirir. Və onun davranışına xarici faktorlar təsir etmir. Çünki özü üçün davranışı seçir, özü öz məsuliyyətini öz üzərinə götürür və onun davranışına müəllim nəzarət edə bilmir. Müəllim niyə şagirdin davranışına nəzarət edə bilməz? Çünki şagirdlər öz hisslərini necə idarə edəcəklərini özləri seçir. Yaxşı, bu zaman müəllim nə etməlidir? Müəllim şagirdin o göstərdiyi davranış, yəni hansı davranışısa göstərib, yəni o davranışı səbəb olan, yəni şagird o davranışı niyə edir? Ona səbəb olan o kökü axtarmağa kömək etməlidir. Yəni şagird onun fərqinə varmalıdır, agah olmalıdır ki, mən niyə bu davranışı sərgilədim, niyə bunu etdim, səbəb nə idi? Bax, onu axtarıb tapmağa müəllim şagirdə köməklik göstərməlidir. Və şagird artıq o səbəbi biləndən sonra onun hissinin, biz nə dedik, şagird davranışı nə zaman müəyyənləşdirir? Hiss və ehtiyaclarına görə. Yaxşı davranışdırsa, deməli, şagirdin hiss və ehtiyacları tam ödənilir. Pis davranışdırsa, deməli, hiss və ehtiyacı ödənilmədiyi üçün artıq şagird pis davranış sərgiləyir. Və bu zaman da o səbəbi biləndən sonra şagird artıq nə edir? Onun öz hisslərinin təşviq etdiyi reaksiyalar var, davranışlar var, başlayır onları yavaş-yavaş belə deyim də, düzəltməyə, tərk etməyə. Bunun üçün də bizim 5 dənə seçim nəzəriyyəmiz var. Birincisi sağ qalma, ikincisi sevgi və mənsubiyyət, üçüncüsü güc, azadlıq və əyləncə. Bilirik ki, insanların bu həyatda yaşamaq üçün bir çox ehtiyacları var. Seçim nəzəriyyəsinə görə isə 5 dənə əsas ehtiyac var ki, bu tək şagirdlərə yox, elə insanlara, hamıya aiddir. Yəni, bilirsiniz nə demək istəyir? Bizim bu həyatda yaşamağımız üçün bir çox ehtiyacımız var, yəni bir çox ehtiyaclarımız. Amma bu 5 dənəsi ən əsasdır. Baxın, məsələn, sağ qalma ehtiyacıdır, sevgidir. Hamı, hər kəs istəyər də sevilsin, sevgi görsün. Yəni, bu valideyn tərəfdən olsun, dostluq tərəfdən, müəllim tərəfdən və s. Yəni, sevgi görəsən, özünü harası mənsub hiss edəsən. Hər kəs istəyər ki, gücü olsun, azadlığı olsun, əyləncəsi olsun. Yəni, bu 5 dənəsi bizim əsas ehtiyacımızdır ki, bu da bizim daxili motivasiyamızın mənbəyidir. Yəni, belə düşünün də, sevildiyinizi hiss edəndə necə olursunuz? Motivasiyanız necə olur? Əlbəttə ki, yaxşı. Amma sevilmədiyinizi hiss edəndə nə olur? Motivasiyanız, belə deyim, yerlə bir olur, heç keyfiniz olmur. Və yaxud da ki, əyləncə olanda nə olur? Keyfiniz kök olur, gülürsünüz, əylənirsiniz, motivasiyanız yüksək olur. Yəni, ona görə deyirik ki, bu 5 dənə əsas ehtiyac ki var, bizim daxili motivasiyamızın mənbəyidir. Və eləcə də bu 5 əsas ehtiyac şagirdlərdə də var. Ona görə də müəllim bu 5
əsas ehtiyacı bilərək şagirdlər üçün sinifdə elə bir təlim mühiti yaratmalıdır ki, belə deyim, şagirdlərin sonra bax bu ehtiyacları ödənmədikdə onlar da bizə artıq başqa cür davranış göstərir və bu zaman sinifdə nə baş verir? İdarə etmə pozulur, nizam-intizam pozulur. Bunun üçün nə etməliyik? Yəni biz onların ehtiyaclarını anlamalıyıq, ona görə davranmalıyıq, ehtiyaclarını ödəməliyik. Gəldik ən birinci sağ qalma ehtiyacına. Düşünün, insanın bu həyatda sağ qalması üçün nə lazımdır? Əlbəttə, qida mütləqdir, təhlükəsiz mühit, sığınacaq və s. İndi bunun, belə deyim, sinif mühiti üçün, yəni sağ qalma ehtiyacı, bu nə deməkdir? Yəni, sinifdə şagirdin fiziki, psixoloji zorakılıqdan, mühitdən, yəni həmin mühitdən qorunması, təhlükəsizlikdən qorunmasını müəllim təmin etməlidir. Biz zaten hüquq vəzifələrdə də keçmişdik ki, şagirdin hüququdur ki, fiziki, psixoloji zorakılıqdan, təhlükəsizlikdən qorunsun. Müəllimin də vəzifəsidir ki, şagirdi, yəni bu kimi hallardan, yəni təhlükəsizlikdən, fiziki, psixoloji zorakılıqlardan qorusun. Müəllimin vəzifəsidir, şagirdin də hüququdur. Baxın, sağ qalma. Yəni, müəllim bu şəraiti yaratmalı sinifdə. Dəstəkləyici mühit yaratmalıdır, rahat mühit yaratmalıdır. Uşaqları mühakimə etməməlidir, danlamamalıdır. Biz bunu hər dərs deyirik. Uşağın səhvi belə olsa, onun səhvinin ən kiçik uğurunu qeyd edərək deməliyik ki, onun motivasiyasını salmayaq. Bir də belə düşünün, təsəvvür edin, bütün uşaqlar, hansı uşaq danlanmağı sevər? Bütün uşaqlar tərifi sevər. Bütün uşaqlar təriflənmək istəyər. Əlbəttə, biz hansısa uşağı danlasaq, o zaman uşağı qapalı düşüncəyə salarıq. Elə olsun, böyük insanın özü. Təsəvvür edin, bir nə layihə üstündə işləyirsiniz, nəsə işləyirsiniz, gətirirsiniz, verirsiniz müdürə. O boyda əziyyət çəkmişsiniz. Müdür də qayıdıb o boyda işlədiyiniz layihənin içində bir dənə səhvinizi tutur, deyir ki, get bu nə səhv eləmişsən. Bütün enerjiniz düşməz, yəni bu böyük insanlarda da belədir, adam bütün həvəsindən düşər, enerjisi düşər. Ona görə deyirik ki, insanın, yəni şagirdin kiçik uğurundan başlayıb, yəni müsbət rəydən başlayıb mənfisin demək lazımdır. Onu dərs zamanı mühakimə edin, təhqir edin, nə bilim, ironiyalı gülüş obyektinə çevirin. O zaman bilirsiniz nə olur? O zaman mən şagirdə qarşı belə davrananda, o sağ qalma ehtiyacını gör, şagird necə deyir, mən onun ehtiyacını bu cür ödəmirəmsə, mən əksinə onu danlayıram, hər dəfə ironiyalı gülüş obyektinə çevirirəm, artıq şagird özünü müdafiəyə keçir. Yəni, başlayır davranışını mənim etdiyimə görə, bu cür davrandığıma görə öz davranışını müəyyənləşdirməyə başlayacaq artıq yəni aqressiv hərəkətlərə, aqressiv danışıqlara və s. Yəni, ona görə də bu hallar baş verməsin deyə mən onun bu ehtiyacını ödəməliyəm, sağlam öyrənmə mühiti yaratmalıyam. İkincisi, sevgi və mənsubiyyət. Hətta belə deyim, bu 5 ehtiyacın içində ən önəmli olan sevgi və mənsubiyyətdir. Hər bir insanın sevgiyə ehtiyacı var, eləcə də uşaqların daha çox sevgiyə ehtiyacı var. Təsəvvür edin ki, sinifdə bir uşaq hər zaman o təklənir, bu zaman özünü necə hiss edir? Sanki özünü o sinifə mənsub hiss etmir. Yəni, uşaq istəyir ki, özünü onlardan hiss etsin, özünü mənsub hiss etsin o sinifə. Amma onu həmişə ayrı seçkili edirlər, təkləyirlər. Yəni, bir şagird, ümumiyyətlə biz bilirik ki, müəllim-şagird münasibətlərini düzgün qurmalıyıq ki, müəllim-şagird arasında bağlılıq, sevgi olsun. Yəni, əgər müəllim-şagirdə pis davranarsa, o zaman nə baş verir? Şagirdin müəllimdən də acığı gəlir, müəllimin fənnindən də acığı gəlir. Ona görə də biz düzgün münasibət qurmalıyıq. Və şagird hiss edərsə ki, müəllim tərəfindən sevilmir, digər şagirdlər tərəfindən sevilmir və yaxud da özünü bu sinifə aid hiss etmir, yəni mənsub hiss etmir, yəni elə bir şərait yaranıb ki, şagird özünü bu sinifə mənsub hiss etmir. Bu zaman nə edəcək? Onu görsə sevgi ehtiyacı ödənmədiyi üçün, əgər ödəsəydik, o da bizə qaynayıb qarışacaqdır, o da bizə qarşı sevgi nümayiş etdirəcəkdir, gözəl davranışlar sərgiləyəcəkdir. Amma bu ehtiyacını ödəmədiyimiz halda, yəni uşaq hiss edir ki, müəllim onu sevmir və ya sinif yoldaşları onu sevmir, ayrı seçkilik edirlər, onu aralarına almırlar, o tənəffüsdə həmişə tək gəzir, o zaman özünü bu sinifə mənsub hiss etmir. Bu zaman nə edir o şagirdlər? Bax, həmin bu hisslərinə görə, ehtiyaclarına görə davranışını müəyyənləşdirir. Başlayır, məsəl üçün, dağıdıcı, gah dərsi pozur, yəni dağıdıcı hərəkətlər edir, gah dərsi pozacaq şəkildə hərəkətlər edir, aqressiv olur. Yəni, niyə? Çünki onun ehtiyacı ödənməyib deyə artıq davranışını buna görə müəyyənləşdirir. Güc ehtiyacı nədir? Adından da məlumdur.
Əgər mən uşağı şəxsi inkişafı olsun, akademik nailiyyətləri olsun, ümumiyyətlə bayaq da bunu vurğuladım. Ən kiçik uğurunu belə qeyd etmirəmsə, elə hər dəfə pis yazmısan, sən beləsən, zəifsən, hər dəfə belə etdikcə nə baş verir? Şagird özünə inam azalır, özünü belə gücsüz hiss edir, zəif hiss edir. Bu zaman nə edəcək? Bax, bu zaman nə edəcək? Yenə mən onun güc şagirdin gücü nədən gələr? Mən onun ən kiçik uğurunu belə qeyd edim, ona həvəs verim, motivasiya, stimul verim, həvəsləndirim. O özü gücü hiss edəcək də biraz daha yaxşı oxuyum, biraz daha yaxşı oxuyum. Nə edəcək? Görürsünüz, mənim o həvəsləndirdiyimə görə davranışını ona uyğun müəyyənləşdirəcək, daha da həvəslənəcək, daha da yaxşı oxuyacaq və s. Amma mən nə edirəm? Mən onun şəxsi inkişafına heç bir doğru, yəni düzgün rəy vermirəm. Elə hər dəfə onu qapalı düşüncəyə salıram. Aha, bax, indi şagirdin güc ehtiyacı var. Yəni, müəllim hər dəfə onu zəif kimi qələmə verir, səhv yazmısan, səhvsən, pis cavab verdin, heç öyrənə bilmirsən. Təsəvvür, mən uşağı bu cür, yəni hər bir hərəkətini pisləyirəm, onu qapalı düşüncəyə salıram. Bu zaman nə olur? O özünü zəif hiss edir. Zəif hiss edəndə nə baş verir? Artıq güc ehtiyacı, yəni buna görə davranışını müəyyənləşdirir. İndi deyir ki, deməli, müəllim mənə hamı içində zəifəm, yəni mənim zəif olduğumu deyir, elə heç cür mən gəlib o uşaqlara çata bilmirəm. Nə etmək istəyir? Artıq gücünü göstərmək istəyir. Gəlir, məsələn, məktəb avadanlığını dağıda bilər, oğurluq edə bilər, istəyir hamıya nəzarət etsin, məktəb mülkiyyətinə zərər vurur. Gücünü güya göstərir ki, yəni, baxın, mənim gücüm budur. Yəni, biz onun həmin o dərs prosesində, təlim mühitində istər şəxsi inkişaf, nə bilim, sosial bacarığı olsun, akademik nailiyyətləri olsun və s. və ilaxır. Onun heç bir uğurunu qeyd etmirəmsə, ona heç bir stimul vermirəmsə, o da davranışını buna görə müəyyənləşdirir, deyir ki, hə, bax, indi sən mənim gücümü, mən güclüyəm, güya məktəb avadanlığı dağıdanda bu güclü hesab olunur. Yəni, ona görə deyirik ki, onun hiss ehtiyacları ödənilməyəndə, o da davranışını buna görə müəyyənləşdirir. Yəni, ödəniləndə ona görə müəyyənləşdirir. Yəni, hansını ediriksə, davranışını ona görə müəyyənləşdirir. Növbəti azadlıq, hər bir insan istəyər ki, azad fikri, azad düşüncəsi olsun, onun fikri önəmli olsun, kimsə onun fikrinə önəm versin, kimsə onun fikrini dəyərli bilsin. Yəni, hər bir kəs bunu istəyər. Təsəvvür edin ki, mən şagirdlərə belə bir azad mühit yaradıram. Azad mühit nə deməkdir? Məsələn, qrup işi keçirəcək. Deyirəm ki, uşaqlar, məsələn, stolların düzülüşünü siz edin. İstədiyiniz kimi edin. Seçimi onlara verirəm. Azadlıq nədir? Seçim etmək hüququdur da. Yəni, azad şəkildə, sərbəst şəkildə seçim edirəm. Yəni, öz istəyimə uyğun. Onda uşaq artıq məsuliyyət hiss edir. Deyir, müəllim mənim fikirlərimə güvənir. Və bu layihə hazırlayacaq. Deyirəm ki, layihə mövzusunu siz seçin. Uşaqların öhdəsinə buraxıram seçimi. Azad şəkildə, yəni özləri seçməlidir. Bu zaman onlar artıq bilirlər ki, məsuliyyətli seçim etməlidirlər, məsuliyyətlərini dərk edirlər. Yəni, deyirlər ki, bizim də fikrimiz önəmlidir, müəllim bizə tapşırdı bunu seçməyi, bunu düzəltməyi, bunu etməyi bizim öhdəmizə buraxdı, bizə inandı, bizə güvəndi ki, bunu bizə tapşırdı. Bu zaman şagirddə həm də nə formalaşır, özünə inam da formalaşır. Yəni, artıq nə edir? Bizim bax, bu ehtiyaclarını ödədiyimizə görə onlar da yaxşı davranış sərgiləyir. Yəni, çalışır ki, müəllimin etimadını doğrultsun. Ən sonuncu, əyləncə. Əyləncə elə bütün uşaqların sevdiyi bir şeydir. Bura nə daxildir? Yumordur, oyundur, dostları ilə yaxşı münasibət, ünsiyyət onlar üçün elə əyləncədir. Özlərini o dostlarına mənsub hiss etmək, onlardan sevgi görmək, onlar üçün elə əyləncədir. Yəni, onlar dostları ilə oynasınlar. Yaxşı, bunu necə edə bilərik? Bəzən müəllimlər uşaqlara tənəffüs vermirlər. Adətən bu, ibtidai siniflərdə baş verir. Yəni, uşaqlar tənəffüsə buraxmırlar. Bu, əslində, uşağın biraz dincəlməyə ehtiyacı var da. Bir növ o 5 dəqiqəlik tənəffüs onun üçün əyləncə kimi bir şeydir. Niyə sevinirlər zəng vurulanda, qaçırlar? Düzdür, uşaqları məsələn deməliyik qaçmasınlar. Amma onlara sinifdə elə bir təlim mühiti, rahat bir mühit yaratmalıyıq ki, onlar özlərini rahat hiss etsinlər. Bax, həmin o tənəffüs onlar üçün nədir? Kimsə oturacaq, rahat yemək yeyəcək, kimsə gələcək, məsələn, qabaqda oturan şagird gedib arxada oturan dostu ilə söhbət edəcək, kimsə rəqs edəcək, kimsə gedəcək lövhədə markeri götürüb istədiyi şəkli çəkəcək. Hərə özü üçün əyləncəsi nədirsə, bax, onu edəcək.
Yəni biz uşaqların əyləncə ehtiyacını da ödəməliyik. Çünki onlar uşaqdırlar. Onların necə ki böyüklərin əylənməyə ehtiyacı var. Bəzən özlərinə istirahət verir, deyir ki, nə kinoya baxır. Kinoya niyə baxır? Özünə bir əyləncə, istirahət kimi vaxt ayırır. Deyir ki, çox ağır iş rejimindən işləmişəm və s. Qoy bu günümü kinoya baxım. Neyir? Özü üçün yəni əyləncəli bir mühit yaratmağa çalışır. Eləcə də uşaqlara biz bu mühiti yaratmalıyıq. Yəni onlara bu rahat mühit, dəstəkləyici mühiti, sağlam təlim mühitini yaratmalıyıq ki, şagird orada özünü rahat hiss eləsin, yəni o, belə deyim də, özünü o sinifə mənsub hiss eləsin. Axşam yatanda deməsin ki, ay Allah, yenə ora gedəcəm, deməsin. Həvəslə can atsın o məktəbə, o sinifinə. Bilsin, mənim sinifim, mənim sinif yoldaşlarım, mənim müəllimim. Biz görürsən, niyə mənimdir? Çünki artıq özünü onlara mənsub hiss edir ki, mən də onlardanam, mən də sayılıram, məni də sevirlər, mənim də fikirlərim önəmlidir, mənə də seçim haqqı verirlər, mən o sinifdə əylənirəm. Yəni, ona maraqsız gəlmir həmin təlim mühiti. Bu zaman nə edir? Şagird də nə dedik, davranışını həmin bax o hiss və ehtiyaclarına görə müəyyənləşdirir. Şagird özü müəyyənləşdirir, müəllim adətən onun davranışlarını nəzarət edə bilmir. Niyə? Çünki dedik axı, şagird özü öz hisslərini müəyyənləşdirir. Seçim nəzəriyyəsinin məqsədi nədir? Deməli, şagirdlərlə güclü əlaqələrin qurulması, onların öyrənməsi və inkişafı ilə bağlı məlumatlı seçimlər etməsi, özlərini və hisslərini idarə etməsidir. Yəni, seçim nəzəriyyəsinin məqsədi budur və bunu biz necə reallaşdırırıq? Təbii ki, bu o zaman reallaşır ki, müəllimdir, yəni məktəb rəhbərliyidir, valideynlərdir. Bunların əməkdaşlığı nəticəsində qurulan mühitdə biz bunu tətbiq edə bilərik, biz bunu reallaşdıra bilərik. Qısacası dedik ki, seçim nəzəriyyəsində şagird öz davranışını özü seçir, davranışını hiss və ehtiyaclarına görə müəyyənləşdirir. Müəllim şagirdin davranışına birbaşa nəzarət edə bilmir. Çünki şagird öz hisslərini, yəni necə idarə edəcəyini özü edir. Yəni, harada necə reaksiya verəcəyini şagird özü müəyyənləşdirir. Dediyim kimi, öz davranışını seçir, öz məsuliyyətini dərk edir. Bugünkü dərsimiz də bu qədər. Sağ olun.